Deməli, gəlin bugün sizlərlə pronoun, yəni əvəzliyə aid bir neçə testin izahına nəzər yetirək. Deməli, 23-cü testimizə baxırıq. She needed medicine yesterday, but we didn't find open pharmacy last night. Baxın uşaqlar, deyir, dünən biraz dərmana ehtiyac var idi, ancaq açıq bir aptek tapa bilmədik dünən axşam. Deməli, burada əsas nəyə diqqət yetiririk? İkinci tərəfimizdə didn't var, yəni inkar var. İki inkar bir cümlədə işlənə bilməz. Baxın, bu batdan sonra digər cümləmizdir. Bu bir cümlənin içərisində biz iki inkar işlədə bilmərik. Ona görə də A, D və Y variantını əlirik. Qaldı B və C variantı. Baxın, burada didn't inkar olduğuna görə inkar cümlələrində sam işlənməz, n işlənir. Görürsünüz, B variantı artıq düzgün cavabdır. Bunu heç cümləni tərcümə etmədən belə tapa bilərdik. Çünki burada sadəcə didn't bizə çox ipucu verdi. 24-cü testimizə də baxaq. Take cup, this one is too small. Deyir, başqa bir fincan götür, bu çox balacadır. Baxın, burada cup isimdir, düzdürmü? Cupda bax, adresdən sonra isim işlənməz, sonra s-lə bitənlərdə yənidir. Adresdən sonra isim işlənməz. Samdan bosdan sonra cəm isim işlənir. Another isə özündən sonra tək isim alır. Deməli, düzgün variant A bəndidir.